Bir Arifdən soruşurlar ki, insan ruzisini necə tapır? Ruzisini necə əldə edir? Arif deyir ki, bir gün mən səhrada idim, yolla gedirdim, yaralı bir quşa rast gəldim. Yaralı bir quş, ayaqları sınıb və mən deyir, əlimdən bir iş gəlmədi ona bir yardım edim, amma dururdum, özümə deyirdim ki, bu quş bu səhrada məhv olacaq. Və burada buna kimsə bir azuqə gətirməz. Cibimdə də bir şey yoxdur ki, ona verim. Belə olan təqdirdə deyir, amma fikirləşmək mənə qalırdı, düşünmək mənə qalırdır. Bu quşun sonu necə olacaq, aqibəti necə olacaq? Deyir, gördüm bir dənə, kənardan bir dənə quş dimdiyində yem gətirir. Onu yedizdirdi. Və sonra getdi, bunu görəndə deyir, mən başa düşdüm ki, ruzi Allahın qurduğu bir nizamdır. Harada olsa Allah Teala verəcək. Sonra düşündüm ki, mən yaralı quş kimi yox, yem gətirən quş kimi olmalıyam.